Necə eləyək ki, Ramazanda kökəlməyək? Əslində oruç təkcə dini mənəvi tərəfdən yox, sağlamlıq üçün də çox faydalıdır. Amma bir məsələ var ki, insanların çoxu Ramazan ayı boyunca səhərdən axşama qədər ac qalsa da yenə də kökəlirlər. Ən böyük səhvlərdən biri sahura durmamaqdır. Sahura durmayan adam daha çox arıqlayacağını düşünür, amma uzun aclıq metabolizmanı zəiflədir və iftarda yediyi qidalar daha tez yağa çevrilir. Ramazanda kökəlmək çox yeməkdən çox səhv vaxtı yeməkdən olur. Bədən 12-14 saat ac qalır və iftarda nəyi ilk yeyirsənsə, onu ehtiyat yağ kimi depolayır. Orucu birbaşa plov, qızartma və ağır yeməklərlə açmaq ən böyük səhvdir. Əvvəl su, xurma ilə açın, 10 dəqiqə gözləyin, ondan sonra əsas yeməyə keçə bilərsiniz. İftardan dərhal sonra şirniyyat yemək də ən böyük səhvlərdən biridir. Onsuz da bədənə heç bir ciddi faydası olmayan şirniyyatdan uzaq durmaq ən yaxşısıdır. Amma iftar vaxtı gələn kimi beyinə siqnal gedir, aclıq və şirniyyat istəyi çoxalır və qan dövranı dalğalanır, daha çox yemək, daha çox şirniyyat istəyirik. Bu məqamda alfa-xrom köməyə gələ bilər. Alfa-xrom gün boyu qan şəkərinizin dalğalanmasının qarşısını alır. Bax, buna görə də aclıq hissi daha az olur. Alfa-xrom tərkibində xrom və alfa-lipoik turşusu olan elmi əsaslı bir kompleksdir. Xrom insulinə həssaslığı artırır, şəkərin hüceyrələrə keçməsini asanlaşdırır, iştahanı və şirniyyata meylliliyi azaldır. Alfa-lipoik turşusu isə güclü antioksidantdır, maddələr mübadiləsini aktivləşdirir və yağların enerjiyə çevrilməsini sürətləndirir. Bundan əlavə halsızlığı azaldır və enerji verir. Araşdırmalara görə xrom və alfa-lipoik turşusu qəbul edənlərdə qan şəkərinin sabit qalma ehtimalı 30% daha çoxdur. İtaliya istehsalıdır, keyfiyyətindən əmin ola bilərsiniz, əksər apteklərdən də əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər, videomuzu bəyənməyi unutmayın.